Uşağınız öskürür və siz dərhal sirop axtarırsınız. Bu hər zaman doğru seçim olmaya bilər. Xüsusilə 2 yaşdan kiçik uşaqlarda öskürək siroplarının böyük hissəsi ya faydasızdır, ya da vəziyyəti daha da pisləşdirir. Bəzi siroplar öskürəyi dayandırır, amma bu o deməkdir ki, bəlğəm içəridə qalır. Bəziləri isə əksinə bəlğəmi artırır, amma körpü onu çıxara bilmir. Nəticədə nəfəs yolları daha da tıxanır. Hətta bitki tərkibli, təbii yazılan siroplar belə tam təhlükəsiz deyil. Allergiya və ya əlavə təsir verə bilər. Xüsusilə bitki tərkibli preparatlar qaraciyərə toksik təsir edir. Bəs nə etməli? Ən doğru yanaşma çox sadədir. Burunu yuma, maye vermək, uşağın vəziyyətini izləmək. Unutmayın, öskürəyi yox, səbəbi müalicə etmək lazımdır. Südəməl uşaqlar öskürək siropu yerinə diaqnozuna uyğun inhalyasiyon preparatlarla daha uğurlu müalicə olunurlar. Əgər uşaqda sürətlə nəfəs alıb vermə, sinə çəkilməsi, yanaşı olaraq halsızlıq və iştahsızlıq varsa, vaxt itirmədən həkimə müraciət edin.